Biz dünyaya gəlirik və bir andan sonra özümüzü tanımağa başlayırıq və hətta 6 yaşına qədər bizim beynimizə oturan informasiyalar müəyyən yaşdan sonra daha çox əks etdirir, özünü göstərir. Hətta belə bir təcrübə var. Türkiyədə bir 86 yaşlı kişi komaya düşür və köydən olur və başlayır komada fransızca sayıqlamağa. Və bu, bütün həkimlərin marağına səbəb olur. Bunu araşdırırlar, məlum olur ki, sən demə, onun 6 yaşına qədər dayəsi fransız olub. Yəni, biz 6 yaşına qədər beynimizə oturdulan, sonra öz təsirini göstərməyə başlayır. Yəqin ki, Dilarə də 6 yaşına qədər aldığı hər hansı bir o ətrafdan olan impulsların bugün məhsulunu verir. Razısınız? Çox razıyam, amma dediyim misala görə qısqandım. Kaş ki, mən də ingiliscə bir təcrübəm olardı. Hansısa bir məqamda ona söykənib, daha yaxşı dil ötə bilərdim. Amma komada yox da, ən azı. Sonra kimə lazım olmayacaq. Amma yəqin ki, bu Alman dili ilə bağlı mütləq mənada olub. Çünki Alman dilim çox mükəmməldir, çox gözəldir. Sadəcə olaraq, yəqin dediyin durumlar yaşanmadığı üçün Alman dilini hələ ki unutmuş sayılıram. Təbii ki, 6 yaşına qədər insanların olduğu ortam, düşdüyün çevrə, böyüdüyün mühit, ən vacibi, ən önəmlisi genetik kodlar insanı yönləndirir. Həyata baxış bucağını, insanlara baxış bucağını, sənin davranış dinamikanı mütləq şəkildə bir xidməti vardır. Bu baxımdan mən həmişə sağlam genetik kodlarımın olduğuna görə Tanrıma, valideynlərimə şükür edirəm. Keçən dəfə anamla da bu mövzuda danışıram. Deyirəm ki, Tanrıma çox şükür edirəm ki, sən mənim anamsan, sən beləsən. Sən bizim ailə sevgi dəyərləri baxımından çox mükəmməl yetişdirmisən. Bizim bu dünyaya ən gözəl hər bir şeyi pozitiv tərəfdən görməyimizə xidmət eləyən məqamları necəsə bizə təlqin etmisən. Ailədə 4 uşağıq, hamımızın çox qəribə pozitiv yükü var. İnsanları sevirik, sevgi doluyuq, ətrafımızdakiları xoşbəxt eləməyi sevirik. Yəni, bu kimi keyfiyyətlər ailədən kod olaraq yüklənir. Biz də bu ruhu daşıyırıq. O ruh olmasa, əgər yoxdursa, sən çox böyük zəka sahibi, düşüncə sahibi olmalısan ki, sonraki həyatında sən onları özünə yükləyəsən.